Kişilər niyə şahmatda qadınlardan daha yaxşıdır? Cavab beyin yarımkürələrinin funksional asimetriyasında yatır. Kişilərdə sol yarımkürə daha dominantdır. Analitik, məntiqi, ardıcıl düşünmə prosesləri orada baş verir. Yəni kişilər məntiqdə, rasional düşüncədə daha yaxşıdırlar. Şahmatda hesablama tələb eləyir. Qadınlar isə emosional məxluqlardır. Onlar bu dünya ilə əlaqəni hisslərlə qururlar. Onların beyni şahmat kimi soyuq oyunlardan çox bədii və incəsənət sahələrinə uyğundur. Bir də mətbəxə. Qadınlar multitask düşüncəyə üstün meylləri var və şahmatda diqqətləri dağılır. Kişilər isə genetik olaraq daha fokusda olurlar. Yəqin başa düşürsünüz də, bu səfsətənin heç bir elmi əsası yoxdur. İnsanları sol və sağ yarımkürəli olaraq bölmək elmi deyil, psevdo-elmi, ideoloji bir yanaşmadır. Bunu eləyirlər çünki bərabərliyə inanmırlar. Saxta datalar, vaxtı keçmiş elmi iddiaları seçib öz ideoloji fikirlərini gücləndirirlər. Bəs reallıq nədir? Şahmatda bərabərsizlik var, çünki çox dərin sosial bərabərsizlik hökm sürür. Neyroalim Vejima deyir ki, hazırda şahmat bacarıqları barədə kişi və qadınlar arasında bioloji fərqliliklərə örnək göstərə biləcəyimiz sıfır fakta sahibiyik. 2017-ci ildə ABŞ-da aparılmış bir araşdırma göstərir ki, 6 yaşlı qızlar öz genderlərinin ağıllı olduğuna daha az inanır. Ağıllı insanlar üçün olan peşələrə də daha az maraq göstərirlər. Yəni, zəif qadından daha çox zəif olduğuna inandırılmış qadın şahmatçı var. O da kişi ilə oyuna bu stereotip təzyiqi altında çıxır. FIDE reyting siyahısında 2019-cu ildə cəmi 10,1% qadın yer alırdı. 2023-cü ildə bu rəqəm 11%-ə çatdı. Digər federasiyalarda vəziyyət daha pisdir. Aydın məsələdir ki, bu nisbətdə fərq ola-ola iki qrupdan da eyni performansı gözləmək olmaz. Şahmat yarışları qadınlar və kişilər üçün ayrı təşkil edilir və yarışların mükafat fondları arasında fantastik fərq var. Ötən il kişilərin əsas şahmat yarışında mükafat fondu 2,5 milyon idi. Bu il qadınların əsas yarışında mükafat fondu 500.000 avro. Üstəlik federasiyalarda kişi şahmatına daha çox yatırım eləyir, kişi şahmatçılar daha yaxşı məşqçilərlə təmin olunur, daha çox diqqət görürlər. Bu isə nəticəyə birbaşa təsir eləyir. Qadınlar 1990-lara qədər şahmat klublarına belə buraxılmırdı. Aradakı fərqi bioloji, fizioloji və zehni özəlliklərə bağlamaq, yüngül ifadə ilə avamlıq, dəqiq adıyla mizogeniyadır. Üstəlik qadınların məişət qayğıları daha çoxdur. Amma əgər sən ideoloji olaraq bərabərliyə qarşısansa, əlbəttə ilk dediyim sol-sağ yarımkürə osturağına inanacaqsın. Yapacaq bir şey